Osaka Universitetindən doktor Hirotaka Takita və dosent Daiji Ueda'nın rəhbərlik etdiyi tədqiqat qrupu generativ süni zekanın xəstəliklərin diaqnozu sahəsində həkimlərlə müqayisədə nə dərəcədə effektiv olduğunu öyrənmək üçün meta-analiz aparıb. Ətraflı analiz üçün 2018-ci ilin iyun ayından 2024-cü ilin iyun ayına qədər dərc olunmuş 83 elmi məqalə istifadə edilib. Tədqiqat müxtəlif tibbi sahələrdə GPT-4, Llama 370B, Gemini 1, 5 Pro və Claude 3 Sonnet kimi generativ süni zeka modellərini əhatə edib. Ən ətraflı şəkildə GPT-4 modeli araşdırılıb. Müqayisəli qiymətləndirmə göstərib ki, tibbi mütəxəssislərin diaqnostik dəqiqliyi süni zekadan orta hesabla 15-8% yüksəkdir. Generativ süni zekanın orta diaqnostik dəqiqliyi 52% təşkil edir və bəzi neyroşəbəkə modelləri bəzən ixtisaslaşmamış həkimlərlə eyni səviyyədə nəticələr göstərir. Tədqiqat həmçinin göstərib ki, süni zeka əksər tibbi ixtisaslar üzrə eyni dərəcədə yaxşı nəticə göstərir, lakin neyroşəbəkə ən yüksək nəticələri dermatologiya və uroloji sahəsində nümayiş etdirib. Bu, yəqin ki, həmin sahələrin nümunə və qanuna uyğunluqlarının tanınması ilə bağlı olması ilə əlaqədardır və bu sahədə süni zeka xüsusilə güclüdür. Lakin dermatologiyada yenə də pasiyentin fərdi xüsusiyyətlərini nəzərə almaqla mürəkkəb düşünmə və qərar vermə tələb olunur, buna görə də əldə olunan nəticələr tam mənzərəni əks etdirmir.